Azərbaycan Respublikasının şəhid ailələri, əlillər və müharibə veteranları İctimai Birliyinin Cəbrayıl rayon şöbəsi olaraq bugün qəhrəman şəhidimiz Hüseynov Ruslan Vəlioğlunun anım günündəyik. Cənnətdəki doğum günün mübarək olsun. Salam olsun şəhidlərimizə. Biz özümüzə borc bildik və bir ömür boyu qəhrəman şəhidlərimizə borcluyuq. Şəhidlərimizin hesabına bugün biz azad yaşayırıq. Hər işimiz, necə deyim, vacib işimiz yox da, bizim vacib işimiz şəhidlərimizi ziyarət etməkdir. Bir ömür boyudur, yad etməkdir. Bəli, ən uca Allahdır, müqəddəs yerimiz, and içdiyimiz yerimizdə şəhidlərimizdir. Hər zaman şəhidlərimizi unutmayaq. Vətənpərvər olaq. Hər kəs vətənpərvər ola bilmir. Ancaq hər yerdə təbliğ eləyək ki, qəhrəman şəhidlərimiz gələcək nəsillərə də ötürülsün ki, heç vaxt unudulmasın. Bizdən sonra da bu təbliğatımız, ziyarətgahlarımız davam edəsin. Vəli baba, Leyla Hanım, Allah sizə səbir versin, dözüm versin. Bizim qəhrəman şəhidimizin valideynləri səbir, dözüm versin. Məkanı cənnət olsun. Bütün şəhid qardaşlarımıza Allah məkanı cənnət eləsin. Yəni şəhidləri heç vaxt ayırmırıq, bölmürük. Ümumi şəhidimiz elə 34.200-ə yaxın şəhidimiz var. O da 1988-ci ildən 22-ci ilin antiterror əməliyyatına qədər ümumi şəhidlərimizə Allah rəhmət eləsin. Buyurun Dürdane xanım. Yazıcı, publisist, şairəmiz, 4 kitab müəllifi olan, bu yaxınlarda da qəhrəman şəhidlərimizin, Cəbrayıl şəhidlərinin kitabının təqdimatı oldu. Cəbrayıl rayonunun 2-ci qəsəbəsində Dürdane xanım çox əziyyətlə, zəhmətlə, necə deyim, yuxusuz qalaraq, çətinliklərlə informasiyaları, məlumatları toplayaraq o kitabı ərsiyə gətirdi və təqdim oldu. Cəmiyyətimizin də bugün hər bir işin, bütün çətin işlərin, öz işlərin, cəmiyyətimizin işin Dürdane xanımın üzərindədir və öhdəsindən də layiqincə gəlir. Təşəkkür edirik Dürdane xanım. Və Dürdane xanım da öz sözü var. Sədrin birinci mavini, hüquqi işlər üzrə mavin. Fəxri fərmanı, sözünüzü deyin. Biz Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl rayon şöbəsi olaraq bugün Hüseynov Ruslan Vəlioğlunun cənnətdəki doğum gününə gəlmişik. Məzarını ziyarət etdik. Şəhidimizin anasına baş sağlığı verdik, atası Vəli müəllimə baş sağlığı verdik. Onu da ifadə edeyim ki, həqiqətən də Leylana da, Vəli ata da, Allah hər birinə can sağlığı versin. Çox vətənpərvər yəni insandılar. Elə başa düşürəm ki, onların elə bu vətənpərvərliyi də bizim Ruslan balamızın bu cür igid olmasında, onların bax ona verdiyi bu tərbiyənin sayəsindədir ki, Ruslan balamız bu cür qəhrəmanlıqla torpaqlarımızın işğaldan azad olunmasına görə bax qəhrəmanlıqla şəhid oldu. Allah onun ruhunu şad eləsin. Bax, bu fəxri fərman bizim cəmiyyətimizin adından Leyli xanıma təqdim edəcəyik. Yəni, bu fəxri fərman biz bilirik ki, Ruslanı geri qaytarır. Ancaq bir şəhid anası kimi onun övladının unudulmadığını görmək mənə elə gəlir ki, bizim anamıza bir təsəllidir. Allah ruhunu şad eləsin. Bax, bu fəxri fərman onun igidliyinə görə, onun qəhrəmancasına şəhid olmasına görə, yəni onun xatirəsinə həsr olunub. Mən bunu Leyli xanıma təqdim edirəm. Allah ruhunu şad eləsin, məkanı cənnət olsun, məqamı uca olsun. Doğrudan da mən yəni o qədər xəbərlər eşidirəm hər yerdən bizim Ruslanın necə bir qəhrəmanlıqla şəhid olması, onun çox igidliklə şəhid olması, onun həqiqətən çox vətənpərvər bir oğul olması haqqında o qədər hər yerdən informasiyalar gəlir ki, Allah ruhunu şad eləsin, məkanı cənnət olsun, məqamı uca olsun. Nə qədər Vəli müəllimin susqun o baxışlarında, Leyla xanımın o göz yaşlarında mən inanıram ki, bir qürur var.
onlar da, biz də Ruslanla fəxr eləyirik ki, bizim vətənimizin, bizim xalqımızın, dövlətimizin Ruslan kimi belə iki doğulu var. Ruhu şad qarşısında baş əyirəm. Allah rəhmət diləsin. Məkanı cənnət, məqamı uca olsun. Bir də arzu edirəm ki, bir də bizim oğullarımız qan tökməklə torpaq almaq məcburiyyətində olmasınlar. Amin. Amin. Sağ olun, var olun. Biz də sizə təşəkkür edirik. Allah can sağlığı versin. Allah sizə əsir eləməsin. Çox sağ olun, var olun. Allah büdcənizə bol bərəkət versin ki, siz belə bir tədbirlərdə həmişə ola bilərsiniz. Allah sizə ruh versin. Qanat versin, sağlamlıq versin. Allah balalarınızın üstünə əsir eləməsin. Allah bütün Azərbaycanımızı, dövlətimizi, dövlətçiliyimizi, ordumuzu, Ali Baş Komandanımızı qorusun. İnşallah. Amin. Amin. Mən sonlarına qardaş uşaqlarıma 10 gün, 15 gün gec gələndə, yığırdı bunlara, qətlər. Bax, fikir deyil, bunlar hamısı bir neçə indi qalırdılar. Hamısını yığırdı, gətirirdi bunlara. Elə hara getsə yığırdı, gətirirdi, gəlin bura görün. Tökürdü da var, kim çox yığdı onunla. Bunların heç biri onları yaddan çıxartmış uşaqlar, yenə deyirəm. Bizim Allah'ın seçilmişləri oldu. Əlbəttə, Allahın seçilmişi. olsun. Allah Qazilərimizə hər də Allah insana can sağlığı qismət versin. elə.